Hər kəsə salam. 6 dekabr 2025-ci il tarixli 5-ci siniflərin zirvə sınağı kursunun sınağına düşmüş səsləri izah edirəm. Birinci sualdan başlayıram. Yəni 46 nömrəli sualdan başlayıram. She loves new bike. O sevir yeni velosipedini. Əgər isim gəlibdirsə, biz burada yəlik əvəzlikləri seçməliyik. Yəni, o sevir onun velosipedini, o sevir mənim yeni velosipedimi, o sevir bizim yeni velosipedlərimizi. Yenə cavab olur 1, 3, 5, Y variantı. Niyə 2 olmur? 2 olanda belə olur. O sevir mən yeni velosiped. 4 olanda belə olur. O sevir onlar yeni velosiped. Gördüyünüz kimi ola bilmir. Əgər isim gəlibsə, biz yəlik əvəzliyi seçməliyik. Ona görə cavab olur 1, 3, 5. 47-ci suala baxıram. My sister likes to study. Mənim bacım təhsil almağı xoşlayır. Favorite lesson is math. Onun sevimli fənni riyaziyyatdır. Söhbət bacıdan gedir. Qadın cinsində onun olur her. Yəni C variantı. 48. Düzgün variantı seçin. A variantı. Aydan ar olmaz. Çünki aydan əm olur. B variantı. Hidən iz olur. C variantı. Z'dən ar olur. D variantı. Hidən iz olur. Y variantı düzgün cavabdır. You are Mexican, sən Meksikalısan. Əgər bu dərsi bilmirsənsə, kanalıma daxil ol. To be indiki zaman forması am, is, are dərsinə bax. Aydan əm olur, he, she'dən iz olur, we, you, z'dən ar olur xəbəri. 49-cu testdən davam edirəm. Bayaq dediyim eyni qaydadır. A variantında it, is olmalıydı. C variantında I, am olmalıydı. Y variantında Z, are olmalıydı. B variantında we, are olmalıydı. D variantı she is at home, o evdədir. Düzgün cavabdır. 50-ci testə baxıram. Nəsə sual verib, cavabında dedib ki, mən 10 yaşındayam. I am 10. Deməli, sual verib ki, sənin neçə yaşın var? How old are you? 50-in cavabı olur B variantı. 51. Eyni qrammatikadır. I am, he, she, itdən is, we, you, z'dən are. Burada görürük ki, amma hamısını düz yazıb. Bəs burada bizdən nə istəyir? 51-ci testin, yəni mənası nədir? Deməli, biz Azərbaycan dilində belə danışırıq. Mən Azərbaycandanam. Bir də deyirik ki, mən Azərbaycanlıyam. Azərbaycandanam deyəndə deyirik ki, I am from Azerbaijan. Bəli, əgər desəm ki, Azərbaycanlıyam, I am Azərbaycanian deyirik. Eyni şey bu test üçün də keçərlidir. 51-ci testdə A variantında. They are from French yox, France olmalıdır. Onlar Fransadandırlar. B variantı. He is from Japanese. Japanese Yaponyalı deməkdir. He is from Japan. O Yaponiyadandır. Olmalıydı. C variantı düzdür. Mən Amerikadanam deməkdir. D variantı. Brazilian Braziliyalıdır. O Braziliyalıdandır. Yox. O Braziliyandır. She is Brazilian olmalıdır. Ya da she is from Brazil olmalıdır. Yəni cümlə olmalıdır ki, ya o Braziliyalıdır, ya da o Braziliyadandır. Yəqin ki, fikrimi izah edə bildim. Yenidən deyirəm. D variantı belə olmalıydı. She is Brazilian, ya da she is from Brazil. O Braziliyadandır, ya da o Braziliyalıdır. Y variantında isə mən South Africanadam. South Afrikalı deməkdir. From isə dandan deməkdir. Y variantı olmalıydı. I am South African, ya da I am from South Africa olmalıydı. 51. 52-yə baxıram. Düzgün variantı seçin. Deməli, hər bir əvəzlikdən sonra isim gəlib. Biz bilirik ki, yəlik əvəzliyinin aslı formasında həmişə özündən sonra isim gəlir. Burada bir dənə cavab düzgün gəlir. C variantı. Onların gülləri. A variantı belədir. Biz mama. B variantı. Onlar maşın. D variantı. O əmi. Y variantı. O bacı. Biz heç she sister deyə cümlə qurmuşuq. Yox. Biz həmişə belə deyirik. She is a sister. Məsələn, o bacıdır. Amma onun bacısı deyəndə her sister demişik. Yəni isim, özündən sonra isim gələn əvəzlik yəlik əvəzlikləridir. 53-cü testə baxıram. A variantı. She is kind sual cümlə. Biz bilirik ki, sual verəndə əm izar cümlənin əvvəlinə keçir. A variantında isə izi əvvələ keçirtməyib. Səhv. B variantı düzgün cavabdır. O yorğundur. C variantı. Sənin dostlarınla iz olmalıydı, yoxsa ar? Təbii ki, ar. Friends dostlar deməkdir. Dostlardan isə iz yox, ar olur. D variantı. We-dən ar olmalıdır, əm yazıb. Y variantı yenə sual cümlədir, amma izi qabağa keçirtməyib. Ona görə də 53-cü test səhv test olur.
54-ə baxıram. Bayaq dediyim şeydir. Biz deməliyik ki, mən Fransadanam. Ya da deməliyik ki, mən fransızam. Mən Fransadanam desək, belə deyirik. I am from France. Mən fransızam desəm, belə deməliyik. I am French. Ona görə düzgün cavab olur C variantı. O Amerika yox, o Birləşmiş Krallıqdandır. Birinci. İkinci, o İngilisdir. Üçüncü, onlar İspanyadandırlar. Bir variantları yerinə qoyub baxsaq görərik ki, bir dənə o düzgün cavabdır. Məsələn, A variantında French fransız deməkdir birinci sual. Amma bizdən soruşur ki, Fransadandır. Yəni birinci France olmalıydı, French yazıb. B variantında da eyni şey, Britain yazmalıydı, British yazıb. D variantında da eyni şey, Spain yazmalıydı, o İspaniyadandır, Spanish yazıb. Y variantında deməli Brazil, Y variantında isə ikinci South African olmalıydı. O South Afrikadandır olmalıydı. Ona görə 54-də düzgün cavab olur C variantı. 55-ci testə baxıram. Eyni dediyim şeylərdir. A variantı. Anne is from America olmalıydı. Anne Amerikadandır. Amma bu cümlədə belə yazıb. Anne Amerikalıdır dandan. Amerikan Amerikalı deməkdir. Amerika ölkəsi deməkdir. Başa düşdük? Ona görə A variantı səhvdir. B variantı düzgün cavabdır. O Birləşmiş Krallıqdandır. C variantı. Jack is from Spain olmalıydı. Spanish yazıb səhvdir. D variantı. Kate is Spanish. Kate İspanyalıdır. Bəli. Y variantı. Mike is the United States. Aha. Bircə dəqiqə təzədən baxıram. A variantı. Anne is from America olmalıydı. Səhvdir. B variantı. She is. B variantında she is. B variantında sualı belə yazıb. O Birləşmiş Krallıqdır. B variantı səhvdir. B variantında demir Birləşmiş Krallığın adamıdır. Deyir ki, o Birləşmiş Krallıqdır. C variantında deyir o belə olmalıydı. Jack is Spanish olmalıydı. Ya da belə olmalıydı. Jack is from Spain olmalıydı. D variantı Kate is Spanish. D variantı düzgün cavabdır. D variantını seçmişəm. Ya belə olmalıydı. Kate is from Spain ya da Kate is Spanish. Y variantında deyir ki, Mike Amerikadır. Ola bilər heç bir şey Amerikadır. Yox, olmalıydı ki, Amerikalıdır. Ona görə 55-də cavab olur. D variantı. 56-ya baxıram, düzgün cavabı seçin. Görürük ki, hər bir əvəzlikdən sonra isim gəlib və biz yenə də yerlik əvəzliyi seçməliyik. A variantı, we bike, biz velosiped. B variantı, you car, sən maşın. C variantı, he lesson, o dərs. D variantı, we street, biz küçə. Y variantı, our books, bizim kitablarımız düzgün cavabdır. 57-dən davam edirəm. We-dən ar olmalıydı A variantı. B variantı Z-dən ar olmalıydı. C variantı she-dən is olmalıydı. D variantı düzgün cavabdır. Y variantı I-dan M olmalı idi. 58-ci testə baxıram. My jeans. Cinsin xəbəri həmişə ar olur. Çünki cins iki hissəli isimdir. Cins şalvar deməkdir. İki ayağı var. Ona görə ar olur. My uncle. Mənim əmim is. I-dan da M. 1B, 2A, 3C olacaq. 59. Personal pronoun. Şəxs əvəzliyini seçin. My mənim, your sənin, his onun, their onların. Bir dənə Y variantında they onlar deməkdir. 60-cı testdən davam edirəm. Possessive case yəlik hal deməkdir. Düzgün yəlik hal olan variantı seçin. Burada vərəqin aşağısına da qeyd etmişəm. Apostrof S, n, n deməkdir. S apostrof ların, lərin deməkdir. Bu cümlədə bircə dənə test var ki, ora apostrof S yazıblar. O da A variantıdır. B variantında ümumiyyətlə yəlik hal yoxdur. Yazılıb Murad Bayraq. C variantında Ali apostrof house. Apostrof deyə bir şey yoxdur ümumiyyətlə ingilis dilində. D variantında Jane Rule, Jane xətkeş. Y variantında yenə Mike yazıb apostrof qoyub uncle. Bu nə deməkdir? Heç bir şey. Sadəcə apostrof heç bir məna ifadə etmir. Ya apostrof S olmalıdır, ya da S apostrof olmalıdır yəlik hal olması üçün. Əgər yəlik hal dərsində zəif bilirsənsə, kanalıma daxil ol, ismi yəlik halı possessive case dərsinə bax.
Bugünkü test izahım 5-ci siniflərin 6 dekabr 2025 tarixli olan test izahı idi. Ümid varam ki, hər şeyi aydın izah elədim. Çaşdırıcı test deyərdim ki, bunların içərisində ölkə adları və milliyyətlər olan hissələr idi. Yenidən birinə baxaq. Məsələn, 55-ə təkrar gəlin bir yerdə baxaq. Baxın, cümlə quranda deməliyəm ki, mən Amerikadanam ya da mən Amerikalıyam. Mən Amerikadanam deyirəmsə, belə deməliyəm. I am from America. So, mən Amerikalıyam deyirsənsə, from'u oradan silirsən. Çünki Amerikadanam deyəndə dan-dən from işlətməlisən. Amerikalıyam deyəndə, görürsünüz, dan-dən demədim, Amerikalıyam. Amerikalıyam deyəndə belə deməliyik. I am American. Aydındır? Yəni, ona görə də burada A variantında I am from America olmalıydı. B variantında she is the United Kingdom bu deməkdir. O, Birləşmiş Krallıqdır. Olmaz. O, Birləşmiş Krallıqdır. Necə ola bilər? Bir insan necə ölkə ola bilər? C variantı. Jack is from Spanish. Spanish İspanyalı deməkdir. Jack dan-dən İspanyalıdan. Jack İspanyalıdandır. O nə deməkdir? Olmaz. D variantı. Kate is Spanish. Kate İspanyalıdır. Düzdür. Y variantında yazıb ki, Mike Amerikadır. Ola bilər heç Mike Amerikadır. Olmalıydı Amerikadandır. Ya da Amerikalıdır olmalıydı. Ya belə olmalıydı Y variantı. Mike is from the United States. Ya da Mike is American olmalıydı. Ona görə 55-də də cavab olur D variantı. Əgər hansısa testi burada başa düşmədisə, hansısa test sizin də hələ də qaranlıq qaldısa, zəhmət olmasa yorumlara yazın. Mən yenidən sırf həmin test üçün video çəkib paylaşacağım. Bugünkü izahım bu qədər. Sağ olun, hələlik.